Salam millət, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram uşaqlar. Hər birinizi xoş gördük. Ekranda çoxlarınıza tanış gələn bir brokerdir. Bəli uşaqlar, biz Telegramda sorğu keçirdik və görürük ki, bizim köhnə community'dən hələ də Binary-də trade edən dostlarımız var və bu tərz videoların olmasını istəyən dostlarımız da var. Ona görə də uşaqlar çalışacağam ki, bundan sonra həftədə bir dəfə heç olmasa həm Binary videosu, həm Forex təlim videoları, həm məlumatlandırıcı videolar indi əlimdən gələn hamısı sizin üçün edeyim. Çünki dostlar, hər mövzuda bizim izləyicilərimiz var. Keçirik biz təlimimizə. Forex analitikası olacaq. Yəni eyni bazardır, eyni valyutalardır, fərqi yoxdur. OTC-dir və yaxud da ki, real valyutalardır. Burada sadəcə biz qırılmalara girəcəyik və sizə bunun da burada da işləməyin strategiyasını göstərəcəm. Mən arada əməliyyatlar açıram uşaqlar. Baxa bilərsiniz. Yəni mənim köhnə hesabımdır. Burada mənim hələ pulum da qalmışdı. Mən arada özüm üçün əməliyyatlar açıram. Görürsünüzmü? Bu dünənləri, məsəl üçün hansı valyutadır bu? 11 noyabr, səhv eləmirəmsə bugündür, yoxsa buydu dünən. 11 noyabr yox, bunlar dünən açılanlardır. Burada minus olub, belə bir əməliyyat bakazatına qrafiki baxa bilərik. Və millət, istədim ki, elə trade eləyirəmsə bunu həm də videoya qeyd edeyim və sizinlə paylaşım. Bu günləri mənim burada bir ticarətim olacaq. Əvvəlki kimi adrenalinlə əməliyyat açmıram uşaqlar. Daha sakit, daha təmkinli və daha məqsədə uyğun bir əməliyyatlar açacağıq. Özünüz də görəcəksiniz və məsləhət görərdim ki, əgər siz Binary-dəsinizsə, mütləq və mütləq belə səbirli və təmkinli olmağa çalışın. Çünki uşaqlar burada hər şey vaxtla baş verir və vaxta görə hərəkət eləmək lazımdır. Deməli, 100 dollar mənim sevimli rəqəmim. Başlayacaq biz situasiya axtarmağa uşaqlar. Deməli, M1 qrafikində situasiyalar axtarırıq. M5-də, M15-də falan baxırıq və dəqiqəlikdə situasiyalar axtarırıq. Burada da həmən söhbət uşaqlar, burada da biz dəqiqəlikdə situasiyalar axtaracağıq, hətta 15 saniyəlikdə, çünki 3 dəqiqəlik əməliyyat açılır, fərqi yoxdur. Şamlar fraktalnidir, yəni balaca time frame-də olan şamlar həm də böyük time frame-də var, olur, yəni elə-mələ gəlir. Aydın olurmu? Deməli millət, biz burada nə görə bilərik? Funt dollar, hal-hazırda bu OTC-dir. Gəlin real qrafika baxaq görə, real qrafikdə necədir vəziyyət. Burada belə bir qap görürük. Əlbəttə ki, qiymətimiz yəqin ki, buraları dolduracaq. Baxa bilərik biz, keçid alaq. Demək, instrumentlərimiz hanı bizim? Risavanya. Bizim təlimlərimiz var. Hansı ki, yüklüyürük biz YouTube-a və siz oradan baxırsınız. Yəni kanalda təlimlər var. Fərqi yoxdur millət. Yəni analizdir. Hər yerdə eyni işləyir. Sadəcə burada Binary-də, məsəl üçün Forex-də bizdə birin-birə olan error verən valyutalara keçid almaq daha məqsədə uyğundur. Çünki biz orada error birinə girmirik, amma burada fərq eləmir. Burada sənin sadəcə əməliyyatda olmağın vacibdir. Yəni əgər sən plusdasansa, vaxt bitdikdə sən gəlirini götürəcəksən. Bizdə belə bir burada uşaqlar sahə var və biz görə bilərik ki, bizim burada olan FVG-miz, yəni düşüş FVG-miz, görürsünüzmü? Birinci şam, İkinci şam, düşüş şamı və üçüncü şam. Bu üç şamın arasında olan boşluq da həmən bu FVG, həmən bu FVG-ni hal-hazırda doldururlar. Gəlin biz buna böyük time frame-də baxaq. Uşaqlar, görürsünüzmü? Burada bizdə artıq trend çönüb və bizim trendimiz aşağı yönlüdür. Burada biz Forex-də isə short əməliyyatları axtaracağıq. Binary-də isə hal-hazırda biz baxacağıq görək qiymətimiz hansı tərəfə yönlüdür. Çünki Forex-də biz olanda həmən bu FVG zonalarından short axtaracağıq. Burada isə biz ola bilər ki, long axtaraq. Çünki bura Binary-dir, burada biraz fərqlidir uşaqlar. Görürük ki, bizdə burada da bir FVG var. Hansı ki, sonradan da doldura bilərlər onu. Gəlin biz hal-hazırda bir 3 dəqiqəlik yuxarı götürək əməliyyatımızı və görək bizdə nə baş verəcək uşaqlar. 100 dollar əməliyyat açılır. İkinci əməliyyat maksimum 200 dollar və üçüncü əməliyyat, əgər iki əməliyyatımız bizdə stop olursa, yəni minus olursa, biz artıq o birisi əməliyyatı yenə də başlanğıc məbləği ilə başlayırıq. Baxın uşaqlar, burada biz görə bilərik ki, bir neçə dəfə burada situasiya baş verib, dəyiblər, likvidlik yığılıb, sonra yenidən qalxıblar, yenidən burada yüngül bir likvidlik yığılıb və qiyməti qaldırıblar. İndi isə bunların qırmaq istədiyi zona hal-hazırda bu zonadır. Balaca time frame-də deyirəm. Bu zona, görürsünüzmü, bunları qırıblar və yuxarıdadılar. Və onlar istəyəcəklər bunu qırsınlar. Ondan sonra buranı doldurandan sonra isə short əməliyyatlarına baxmaq olar. Hal-hazırda açdığım əməliyyat riskli əməliyyatdır. Yəni bundan da yaxşı əməliyyatlar olur. Daha rahat əməliyyatlar olur, hansı ki götürürsən. Amma hal-hazırda belə bir əməliyyat düşüb bizim qarşımıza. İstəyirəm işləyək, həmən bu setup'ı görək necə bir şey ortaya çıxacaq. Sözün açığı, mən şartistəm, artıq minus oldu deyəsən, düzdür.
Mən short girməyi daha çox xoşlayıram uşaqlar və long əməliyyatlarına çox da üstünlük vermirəm. Sadəcə bura binary-dir, burada biraz fərqlidir. Forex-də məndə ən çox short əməliyyatları olur. Hal-hazırda görə bilərsiniz, bir dəqiqə qoşacağam mən. Forex-də hal-hazırda belə bir əməliyyatımız var. Gözləyirik, take profit-i gözləyirik və görək necə olacaq. Hal-hazırda görürük ki, bizdə qiymət dayandı. Bir gedəcək yeri yoxdur. Burada bizə minus oldu deyəsən, yoxsa hələ əməliyyatımıza var. Aydın olmadı mənə. Yoxsa minus olduq biz. Olmadıq. Yox, hələ əməliyyatımıza var. Bəs bu nə idi? Gözlə GPI. Bu bayaqki əməliyyatdır uşaqlar. Bu əməliyyatımız hələ bağlanmayıb bizim. Mən də elə bilirəm ki, bizdə minus oldu. Sən demə, o birisi əməliyyat imiş. Tak, görürük hələ ki, vaxtımıza var. 12 saniyəmiz var və biz görürük ki, FVG-ni doldurmaq üçün biz yuxarı gedirik uşaqlar. Aydın olurmu sizə? Yəni yuxarı gedirik və bu yuxarıları doldurmaq üçün hərəkət edirik. Vəssalam, birinci əməliyyatımız plus 82 dollarımız var və mən düşünürəm ki, qiymət yenə də yuxarı gedəcək və bir dənə də 100 dollarlıq əməliyyat götürürəm yuxarı uşaqlar. Biz görürük ki, bizdə hər dəfə hayırlı ol. Biz görürük ki, hər dəfə bizim maksimumumuz yuxarı doğru gedir və bizim hərəkətimiz yuxarı doğru gedir hal-hazırda. Burada hələ ki bir impulsiv bir atış olmayıb. İmpulsiv atış əsas maraqlı məqsəddir. 15 saniyəlikdə tam yaxından görmək üçün mən əlavə eləmişdim. İndi isə biz baxa bilərik uşaqlar, görürsünüzmü? Biz buna tam olaraq baxırıq və görürük ki, yuxarıda bizim boşluq zonamız var və bu zonanı maqnit kimi çəkirlər və həmən zonanı doldurmaq istəyəcəklər. Amma bu 100% baş verirmi? Yox uşaqlar, 100%lik heç nə yoxdur burada. Çox hallarda bəli, çox hallarda bu FVG doldurulur və qiymət ondan sonra lazım olan tərəfə gedir. Hal-hazırda bizdə short bir situasiyadır. Məsəl üçün Forex Futures'da belə bir situasiyalarda siz long əməliyyatı yox, short əməliyyat axtarmalısınız və shortla davam eləməlisiniz. Burada isə biz sadəcə FVG-nin doldurması üçün qısa müddətli yuxarı bir əməliyyat açmışıq. Forex-də eləmək olarmı? Olar uşaqlar. Balaca time frame-lərdə yararlana bilərsiniz, götürə bilərsiniz. Təlimlərimiz var. Götürün, yararlanın. Broker istəyənlər üçün linki aşağıda saxlamışam. Bütün sosial şəbəkələrin linkləri aşağıdadır. Götürə bilərsiniz, yararlana bilərsiniz. Nə sualınız olsa Instagrama yaza bilərsiniz millət. Görürsünüzmü? Hərəkət yoxdur. Hərəkət yoxdur hal-hazırda. Saata baxıram. 14:48. Hal-hazırda saat 3-ə qalıb 2 dəqiqə. Hərəkətimiz yoxdur. Uşaqlar, əgər saat sona yaxınlaşırsa, bazarda vəziyyət yavaşlayır. Hamı gözləyir ki, növbəti saat şam açılsın və bu hər şamda daha çox fərq eləyir. Məsəl üçün 4 saatlıq açılanda bazarda 1-2 saniyəlik böyük bir atışlar görə bilərsiniz. 1 saatlıqda biraz az, 15 dəqiqəlik də lap az. Belə məsəl üçün günlüyün açılıb bağlanmasında orada qapılar əmələ gəlir. Yəni aydın olurmu sizə? Gözləyirik, hani bizim əməliyyatımız və bizim 28 saniyəmiz qalır və biz sadəcə heç bir başqa bir fikir işlətmədən sadəcə bizim istifadə elədiyimiz, yararlandığımız Smart Money-dan burada da istifadə edirik. Burada elə bir ki, uşaqlar hesablayın, sizin risk rewardınız biraz çox olmalıdır və burada millət reward hesablayanda elə bir ki, sizdə Forex-də belə deyək ki 85% verir. Sizdə elə bir ki, error rewardını qoymusunuz deyək ki 1.085. Aydın olurmu sizə? 1 itirirsiniz, 85 qazanırsınız. Bax, belənçinə bir şeydir. Burada sizin win rate'iniz yuxarı olmalıdır ki, siz burada da gəlir əldə edə biləsiniz. Ancaq martingale-i kənara qoyursunuz, istifadə eləmirsiniz, yararlanmırsınız ondan. Çünki böyük riski var, böyük gəliri var, böyük riski var. Onu məsləhət görmürəm mən. Millət, maksimum əmin olduğunuz yerdə, məsəl üçün siz ikinci əməliyyatı aça bilərsiniz və o əməliyyatı 2-yə vura bilərsiniz maksimum. Burada da biz görürük ki, belə bir qalxış composite index. Gəlin biz, baxın uşaqlar, burada hal-hazırda FVG yarana bilər. FVG-nin yaranmasını biz necə görəcəyik? Əgər yaranarsa, baxın, hal-hazırda mən ora götürdüm mən bu şamı və bu şamı. Bu şamın indi bağlanmağı bizə artıq bildirəcək ki, FVG harda yarandı. Həmən FVG bizim giriş nöqtəmizdir. Əgər biz Forex-də isə stop lossumuz burada olacaq, burada yuxarıda və əməliyyatımız burada açılacaq və bizim take profitimiz ya bunun sonunda ya da ki bunun axırında olacaq. Çünki bizim məqsədimiz olacaq ki, bu sahələri vurmaq. Görürsünüzmü? Hələ ki əməliyyat açmıram. Nəyə görə? Çünki gözləyirəm ki, qiyməti bura vurub ondan sonra bura toxundura bilərlər və biz əməliyyata tez girmiş ola bilərik. Ona görə də gözləyək. Hal-hazırda balaca time frame-dir. Nəyə görə uşaqlar? Çünki tez hərəkət olsun. Baxın, balaca time frame-lərin minusu hardadır? Forex-də trade eləyəndə sizdən spread böyük ola bilər. Spread az olmaq üçün euro dollarda
işləyin. Orada demək olar ki, çox yerdə spread olmur, az olur. Amma burada məsəl üçün spread yoxdur deyə sən istədiyin yerdən əməliyyat aça bilirsən və ala bilirsən. Aydın olurmu? Gəlin burada 5 dəqiqə time frame qoyaq. Çünki burada qiymət biraz dayana bilər. Görürsünüzmü? Gəlirik biz FVG zonasına. 5 dəqiqəlik əməliyyat açıram. 100 dollar həcmində və gözləyirəm uşaqlar. Biz əgər Forex-də isə burada bizdə stop olacaq və buralarda bizdə take profitlər olmalıdır. Biz görürük ki, böyük bir qalxışdan sonra hal-hazırda bizdə yüngül bir rahatlama gedir və bu rahatlamanı da biz necə görə bilərik? Məsəl üçün biz görə bilərik. Burada Fibonacci sahələri buradan belə çəkə bilərik və biz görə bilərik ki, 0.5 zonalarımız buradadır. Biz bir dəfə bura yaxınlaşmışıq və yüngül bir korreksiya almışıq. İndi isə biz bu zonaları 618 zonalarını bir test eləmək istəyəcəyik. Buradan artıq 618 zonasının altında biz bərkiyərsək, görürsünüzmü? Burada da güclü bir sahə var. Biz əgər bunun altında bərkiyərsək, short əməliyyatlarına davam edəcəyik. Bu bizim üçün uşaqlar Forex bazarında əməliyyatda qalmağa və yaxud da ki əməliyyatdan lazım olan vaxta çıxmağa çox itki olmadan kömək eləyir. Çünki siz burada artıq görürsünüz ki, premium zona və discount zona. Aydın olurmu sizə? Bu təlimlərimiz bizim YouTube-da var. Keçid alıb baxa bilərsən dostum və yararlana bilərsən. Baxırıq, görürük ki, biz hal-hazırda açdıq və gözləyirik ki, qiymətimiz aşağı sahələrə getsin. Aydın olurmu? Demək, buradan silirik və biz görürük ki, uşaqlar, bizim qiymətimiz gözəl bir şəkildə gəlir bizim FVG-mizə dəyir. Biz görürük ki, bizim qiymətimiz gözəl bir şəkildə yuxarı qalxıb və artıq trendimiz çönüb. Bu tam ideal olardı. Əgər bizim bu sahəmiz bundan aşağıda olaydı, bu tam ideal bir sahədir. Burada hətta mən risk eləyərdim biraz da böyük girmək üçün. Amma uşaqlar, belə olduqda bizdə elə ola bilər ki, trend davam eləyər, bu belə gedər yuxarı. Ona görə də mən əsas böyük trendə baxmışam. Görürsünüz, burada da həmən situasiya var. Düşüş, FVG-nin dolması və yenidən düşüş, dolması, yenidən düşüş, sonra getdi belə. Burada isə bizdə, baxın, çiyin, baş, çiyin strukturu əmələ gəldi və biz öz əməliyyatımızı yəqin ki, buradan götürəcəyik. Uşaqlar, ağıllı bir şəkildə, savadlı bir şəkildə hərəkət eləyirik və profitimizi götürürük. Bugün ayın 11-i, bunu mən səhər-səhər açmışam, səhv eləmirəmsə. Səhər tezdən açmışam mən. Bunları isə bizdə günorta açılıb, 14:43 günorta vaxtıdır və bizim hal-hazırda bir dənə də əməliyyatımız qalır, hansı ki 5 dəqiqə müddətini açmışdıq. 3 dəqiqə də bəs eləyərdi, amma biz yenə də ehtiyatımızı qoruduq. Gözləyək millət, 1 dəqiqəmiz qalır, görək əməliyyat necə yekunlaşacaq. Dörd saniyə qalır uşaqlar əməliyyatın bağlanmağına və biz görürük ki, əməliyyatımız gözəl bir şəkildə plusdan bağlanır və bu günləri bəsdir uşaqlar. Görürük ki, 100 dollar məndə minus olub. Buradan 82, 82, 164, bu da 91, hardasa 200-300 dollar xeyrimiz var və bu bizə bəs edir uşaqlar. Bu da bizim hesabımız və USDT hesabındadır uşaqlar. Rahat bir şəkildə depozit eləmək olur və çıxarış eləmək olur, heç bir problemsiz. Nə sualınız varsa Instagramda yaza bilərsiniz. Həmən bu brokeri aşağıda saxlamışam uşaqlar. Bu həftədən daha çox videolar gələcək, ona görə kanala dəstək olmağı və videonu bəyənməyi unutmuruq və növbəti videoda görüşərik. Hələlik uşaqlar.